Testlərin izahına başlayaq. Birincidə Tom and Mary's house, Tomun və Mary'nin evi is, yəlik hal istəyir bizdən. Tom və Mary bir evdə qalır. Ona görə də xəbərimiz də təkdədir. Bir düzgün cavabdır. Shakespeare və Milton's poem, Shakespeare'in və Milton'ın poem cəmdə, xəbər cəmdə ayrı-ayrı yazıçılar və ayrı-ayrı əsərlərdən gedir söhbət. 2 düzdür. My father is working in the garden right now. Zaten right now'ını gördüm. İndiki daimiyyət zamanda 3 səhvdir. Yesterday's news, dünənki xəbər was quite shocking. Kifayət qədər şok idi deyək də. Was bizim xəbərimizdir. Yesterday's news, dünənki xəbər mübtədamızdır. Yəlik hal var. 4 düzdür. The cat is drinking. Pişik içir. Cat mübtədamızdır. Is drinking bizim xəbərimizdir. Its milk, südünü isə nəyi tamamlığımızdır. Düzgün cavabımız olacaq. 1, 2 və 4. D variantı. Digər testimizə baxaq. Bilirik ki, səhralar Z artiklı ilə işlənilir. Ona görə Z qoyuruq. Burada part sayıla bilən tekton isim olduğu üçün E qoyuruq. Və burada isə şəhərlərin qabağında heç bir artikl işlənilməz. Düzgün cavabımız B variantı. The manager told Sarah and me, manager Sarıya və mənə dedi, demişik, əgər variantlarda qayıdış əvəzliyi verilibdirsə, şəxs mübtədanı izləyəcək, qayıdış əvəzliyi. Sarah və mən, biz özümüz deməkdir, ona görə C variantı verəcək, biz özümüz verəcək. 8-də there were people sayılan cəm isimdir, much, little getdi. Baxaq, əlbəttə ki, az insan var idi, a lot of olmalıydı, düzgün cavabımız elə D variantıdır. 9-da arrive ətlə işlənir, meet isə özündən sonra heç bir söz önü qəbul etmir. Düzgün cavabımız A variantıdır. The manager, if-i gördüm, if-dən sonra gələcək zamanları çıxardım, uzlaşma gedəcək, düz gəlir uzlaşmalar. Baxaq, tərcümə bizə hansı variantı verəcək? The manager will be angry, acıqlanacaq if you come late for the meeting again. Yenə imtihana geciksən. Ona görə düzgün cavabımız D variantıdır. 11-də while-i gördüm, uzlaşma aparmalıyam. Əgər aktiv feil varsa, while-dan sonra davam edici zaman verməliyəm. Ona görə C variantım getdi. Qaldıraq testi. C variantım getdi. Sonra davam edici zaman istəyirəm özümə. Burada isə uzlaşma pozulub, keçmiş davam edici indikini verib getdi. Qoyaq yerinə tərcüməni eləyək. It started to rain. Yağış yağmağa başladı. Qısa başlayan hadisə olduğu üçün keçmiş sadə zamanda. While we were waiting for the bus. Biz avtobus gözləyərkən, davam edici zamanda, yəni bu biz gözləyərkən biraz proses gedir burada. Don't touch that wire. Bu şinlərə toxunma. It, onlar, able-ın to'su yoxdur, getdi. Əgər əmr eləyirəmsə, mən indiki zamandan gedir söhbət. Zaten cool'du, indiki zamanda mən verə bilirdim. Baxıram sonra, toxunma deyirəmsə, mən burada yəni təhlükə var da, give you an electric deyəcək, give verməyəcək deyə bilmərəm. İnkarları çıxardıram. Düzgün cavabımız olacaq B variantı. 13. Baxıram cümləmdə nə var? When var. When'dən sonra uzlaşmaya diqqət edəcəm. Rank. Gördük mü? Gördük. Gözümə nə dəydi? Burada due to'suz verilib getdi. Rank də keçmiş zamanda olduğu üçün indiki zamanlarımız A və D getdi. Qaldım B, E variantına. Əlbəttə ki, olacaq E variantı. 14. Babies don't have strong. Uşaqların yoxdur. Güclü immuniteti olar əlbəttə ki. Disrespect, hörmətsiz, gestures, etiquette, etiket qaydası, drought, quraqlıq. Crowded, basa-bas deməkdir, full of people. Obvious, açıq-aşkar deməkdir. Easy to see, B bəndi. Private, gizli deməkdir. Only for one person. A variantı, C, B, A variantı gəlir. Elə B variantı düzgün cavabdır. Keçək digər testimiz. 16-cı testdə disease, xəstəlik, antonim istəyir bizdən. Disease, xəstəlik, health, sağlamlıq, duration, fasilə, period, dövr, loss, itirmək, damage, zərər, hospitality, qonaqpərvərlik, reception, elə receptiondır, disaster, fəlakət, katastrofa deməkdir, o da fəlakət deməkdir. Düzgün cavab olacaq, elə A variantı. I am certain, mən əminəm that ki, she will pass the exam, o imtihandan keçəcək. I am sure, bir də confident, güvənirəm deməkdir. Sure da əmin olmaq deməkdir. Keçək digər testimizə. I will not be able to make it to the gym today. Bu günlərdir idman zalına
alınmır gəlməyim. I have to stay late at the office to finish the project report. Gec saatlara qədər qalmalıdır proyekt tamamlamaq üçün. Let's try for Friday morning instead at the usual time. 5-ci günə saxladılar görüşlərini. Gəlin baxaq görək. Bu cür testlərdə birinci diqqət edin kim kimə yazır. Hi Sam, Alex Sam'a yazır. Burada isə deyir ki Sam is staying late. Sam gec qalır. Xeyr, Sam'a məlumat verilir. Burada Sam'ın bir rolu yoxdur ki təxirə salır və yaxud da vaxt uzadır. A bəndə baxaq. Alex and Sam are working on ikisi bir proyekt üzərində işləmir. Axı belə bir şey demir. Alex is canceling. Cancel bir şey təxirə salmaq, sonlandırmaq, təxirə salmaq mənası var. Ona görə C variantı düzgündür. Alex wants to meet Sam on Friday evening. Alex istəyir ki to meet Sam ilə görüşsün on Friday evening. Amma evening demir, morning deyir. Alex is at the gym right now. İndi zalda deyil. Düzgün cavabımız C variantı. Attention, diqqət. Attention, diqqət. Library visitors, kitabxana qonaqlarının diqqətinə. The west wing of the library will be closed for printing from Monday, March 5th to Wednesday, March 7th. Deməli, martın 5-dən martın 7-sinə qədər bağlı qalacaq. Deməli, 1-ci gündən 3-cü günə qədər qeyd edək. 1-ci gündən 3-cü günə qədər. Bu cür testlərdə sizə verir ki, bütün həftə boyunca baxın. Elə burada for the week, to cancel all library services for the week. Bütün həftə boyunca təxirə salınmayıbdır. Xeyr, 2 günlük təxirə salınıbdır. Books located in that section can be requested at the front desk. We apologize for the inconvenience. Inconvenience üzr istəyirik bu narahatçılığa görə. Deməli, burada təmir işləri gedir. Announce opening of new library. Yeni açılışını, yeni bir qanadının, yolunun, filanının açılışını, xeyr, belə bir şey yoxdur. Explain, izah edir how to borrow, kitabları necə götürsünlər, xeyr. To invite visitors to help, dəvət edir köməyə, belə bir şey də yox idi. Inform, məlumat verir visitors, qonaqlara about a temporary closure, müvəqqəti bağlanma. For maintenance, maintain, təmir demək, təmirə görə düzgün cavab E variantı. Hi everyone. Baxaq. We are hosting a housewarming party this Sunday at 2 p.m. to show off our new apartment. Bunlar deyir saat 2-də bazar günü parti eləyəcəklər öz yeni apartmentlərini. Bizdə də var o şey, ev gördüsü. We will provide drinks. Biz deyir içki and snacks, atışdırmalıqlar veririk. But feel free to bring your favorite dessert. Amma istədiyiniz desertləri gətirməkdə sərbəstsiz. Please respond by Friday. 5-ci günə qədər cavab verin so we can get a final head count. Və biz deyir final və yaxud nəhayət kimi yox və yaxud da nəticədə belə bu mənada da verə bilərsiniz siz tərcümə kontekstdən uyğun olaraq. Biz deyir final head count, yəni adam sayını, final, son adam sayını bilək ki, qonağımız ac qalmasın. Baxaq, guests need to confirm their attendance by Friday. Qonaqları their need, lazımdır ki to confirm, təsdiq eləsinlər their attendance iştiraklarını by Friday, 5-ci günə kimi. Uyğun, düzgün variant oxşuyur, baxaq. Digər variantlar bəlkə bundan güclü variant olacaq, amma düşünmürəm. The Tylers are asking guests to bring their own drinks. Xeyr, bu deyirdi ki, provide drinks, özümüz veririk. Siz desert gətirə bilərsiniz. The party is taking place on Friday. Xeyr, deyirdi ki, 5-ci günə kimi by Friday xəbər verin. Bazar günü də ona görə hazırlığımızı eləyək. The party is being held to celebrate a birthday. Birthday deyildi. Burada mən birthday görmədim axı. Təzə evlərini birthday deyə bir şey yoxdur. The Tylers have lived in their apartment for a long time. Xeyr. Deyir ki, housewarming party because to show off our new apartment. Ev gördüsüdür bu. Düzgün cavabımız A variantı. Sonra qərara gəldim ki, mətni artıq oxuyub vaxt itirməyə ehtiyac yoxdur. Yetərincə asan mətindir. 21-də B düzgün cavabdır. 22-də false istəyir sizdən. It is important to speak with your mouth full at dinner. Bu da mətni oxudum, gördüm. İndi altından xətt çəkəcəm.
1-də 21-də B, 22-də D, elə 23-də də C düzgün cavabdır. Baxın, 22-ci testin cavabı buradadır. Not speak with mouse. 23-də də washing machine. What should a person use to peel? Soymaq üçün soğanı və yaxud da chop doğramaq üçün tomato. Deməli, pomidoru nədən istifadə edir? Washing machine-dan deyil, bookshelf rəfdən deyil, dishwasher qabyandan deyil, dust cloth toz dəsmalından deyil. C variantıdır düzgün cavab. Sonra bu test 24-də də düzgün cavab deməli spoil the food or ruin shirt cavablarımızda var idi bu. If someone is careless, əgər kimsə diqqət eləmirsə while doing chores, ev işləri görərsən, they might spoil the food, ruin a shirt. Baxın, burada mətnimizdə var. If someone is careless, they might spoil the food or ruin a shirt. Açıq, aşkar mətnimizdə var bu cavab. 25-də using a dishwasher is a way to save time. Bəli, vaxtımızı save time qoruyur da, saxlayırıq, qənaət edirik vaxtımıza. Bir düzgün cavab kimi gəlir. 1. 2-də it's a common chores to wash the bathtub before dinner. Nahardan before deyildi. Orada testdə after'dı qeyd eləyəcəm. People should always be lazy. İnsanlar tənbəl mi olmalıdır? Xeyr. The aroma of food fills the apartment. Aroması yeməyin dolur evə, yemək hazırlanır. 4 də düzgün cavabdır. Bizdən true, doğrunu istəyir. Gəlin də bu variantlara mətndə baxaq. Baxın, bathtub or clean the carpet burada after dinner'dir. Orada amma before vermişdi. Sonra nə var idi? Sonra nəyi tapmalıydıq? Baxın, burada veribdir ki, the aroma fills the apartment when the meal is ready. Bu da açıq-aşkar mətnimizdə verilibdir. Zaten bu testi yazmayan uşaq mətni oxumayıb deməkdir. Çünki çox asan mətndir. 10-cu sinif səviyyəsində deyil. 5-ci sinif kitablara düşən mətnlər səviyyəsindədir.